Çıxır elə siqnal verirsən, baxmır. Xanım sürücüdür. Sonra deyirsiniz ki, deyirsən. Motosikletin də açarını tapa bilmirəm. Hara qoymuşam, nə eləmişəm, bütün evi də axtardım, tapamadım. Düzdür, 2 dənə əlavə zapaz açarım var, amma öz zavod açarı inşallah ki tapılar, itməz. Sonradan çıxartdığım açarlar itsə problem deyil. Əsas öz zavod açarı itməsin. Buradan keçək də sağından. Və sonra deyirlər sağdan keçmə. Qardaş, bomboşdur bax yol. Sağ zolaq bomboşdur. Mən nə edeyim? Bax keçməyim, nə edeyim? Bu da bir zolaqdır da, yəni fakt. Mən onun öz zolağından keçmirəm ki, mən sağ tərəf zolaq boşdur, oradan istifadə edirəm. Girək buradan sifarişimizi götürək, gələk. Nədən? Girdim, sushi restoranına sifariş gəldi. Getdim götürməyə, gördüm pizza verdilər. Yakuza sushidən. İlk dəfədir ki, yəni sırf sushi satılan yerdən pizza götürürəm. Normalda özü pizza sifarişlərini çox sevmirəm. Çünki mənim sumkamın pizza yeri ayrıdır. Onu hər dəfə açmaq lazımdır, bağlamaq lazımdır pizza qoymaq üçün. Həm də pizzanı biraz daha ehtiyatla aparsan deyə əlavə iş yükü çox olur. Pizzanın. Pizzadır, nə bilim, açıq içkilərdir, məsələn, McDonald's falan. Bunlarda da kolanın daşımaq əziyyətdir. Gərək ehtiyatla sürəsən ki, dağılmasın pizzada həmçinin. Mən də sushi gördüm, sevindim ki, nə yaxşı sushi sifariş idi. Getdim gördüm, pizza verdilər. Ümumiyyətlə Bakıda çox yerdə pizza yemişəm. Belə niyəsə heç o ayda ürəyim getdi bunun pizzası üçün dediyim belə bir yeri yoxdur. Papa John's biraz yaxşıdır. Domino's əvvəl yaxşı idi, indi o qədər də bəyənmirəm. Pizza Hut ümumiyyətlə apar tulla, yəni pizzalar o deyil. Adi restoranlarda hazırlanan pizzalar daha yaxşıdır. Nəinki Pizza Hut'da. Hələ ki bizim ölkədə Papa John's biraz yaxşıdır. O da yenə deyir, amma super deyil. Yəni ayda onun dadı üçün ölürəm falan yox da yəni. Amma yaxşıdır, pis deyil. Domino's da pis deyil. Domino's da pis deyil. Yavaş, qardaş, nə varsan? O uzaq işıqların yandırdı. O da fikirləşdi yəqin ki, yol vermək istəyir. Keçdi. Ümumiyyətlə, uzaq işığı yandırmaq təhlükəlidir. Özdə bir dəfə. Məsələn, keçmək istəyirsənsə 3-4 dəfə tak yandır, söndür ki, yəni ehtiyatlı ol, mən gəlirəm. Onda başa düşür. Amma bir dəfə yandıranda adam fikirləşir ki, hər halda mənə yol verir. Ona görə uzaq işığı yandırır. Şəxsən mən də elə fikirləşdim. O uzaq işığı yandırandakı yol verəcək bizə. Amma vermək istəmirmiş hüküm məsələ. O maşın ki, özün soxur qabağa ki, sən məcbur olub ona yol verəsən. Bax, iminlə elələrine yol vermirəm heç vaxt. Normal adam kimi gəlsə, gözləsə, dayanıram, deyirəm keç. Əgər görürəm ki, məsələn də arxamda vəziyyət odur, yol verməyə müsaitəmsə, yol verirəm. Eləsi var ki, sürətlə gəlir və səni görür də, xüsusilə də motosikletləri. Ən çox motosikletlərə qarşı eləyirlər o. Onu keçək, qalmayaq arxada. Görür motosikletsən, özün soxur ki, sən dayanasan və yaxud da ki, çıxasan əks yola, bu keçsin. İminlə elə olanda mən də acığa yol vermirəm. Mənim yolumda keçirəm. Yəni sırf bunu bilə-bilə öz ağızlarına eşitmişəm sürücülərin ki, deyir, mən özümü qabağa soxuram ki, məcbur dayanıb mənə yol versin. Yaxşı bir şeydir axı. Həm söyülürsən, həm ümumiyyətlə də etik bir şey deyil yəni. Ki zorla şey eləyəsən. Adam yəni sırf qəza olmasın deyə dayanır, sənə yol verir. Başqa bir səbəblə vermir. Bu müştəriyə yazın, aşağıdayam, indidən düşsün. Mən onsuz da motosikletlə test satacağım. Avtobus yolu rahatdır, tıxaca düşmürsən, amma burada sürətlə sürmək məsləhətli deyil. Məsələn, qabağım boşda rahat gedirəm, amma burada məsələn həm sağa dönənlər yolun ortasından dönür, həm oradan çıxanlar birbaşa çıxırlar deyə. Yəni sürətlə getmək məsləhət deyil burada. Birbaşa qəza riskidir. Və görürsünüz, burada sürətimi azaltmışam. Gəldi. Siqnal verirsən, nəyə verirsən siqnal? Qabağımda deyər, mən də dayanmışam da. Elə öz kefindən dayanmışam. Bəlkə elə burada saxlayaq. Bu maşın çıxana oxşamır onsuz da. Burada müvəqqəti saxlayaq, onsuz da gəlirik. Bir dənə Allah çək. Orxan gəlib getmir. Girmişəm bravoya, bir dənə latte alım çıxım. Arxada nə qədər növbə var. Bəlkə mənimlə bir yerdə biri 6 nəfər, 7 nəfər orada gözləyirdi. Kassadan da bir dənə kassa işləyir. Qardaş orada qəpik sayır.
Kimsə qəpik gətirib verib, nə bilim 5 manatmı, 10 manatmı nə qədərsən. Oturub qəpik saymağını gözləyir 7-8 nəfər ki, bu qəpik sayıb qutarsın, biz də işimizi görək. Yəni qəpik sayan yerdə görürsən ki, cəmaət gözləyir. Buradan sağa dönək. Deməli, nə kafe idi? Yadımdan da çıxdı adı. Yusif kafe idi, nə idi? Kafe Yusifdir bura. Saxlayaq. Salam ver. 821 ver də. Yolumu məcbur Ziya Bünyadovdan salıram. Çünki oradan qabaqdan sağa dönsəm Şəkin quruğuna düzü keçməyə yol var, amma tozun torpağın içindədir. Ona görə elə bu yolla rahat getsəm ondan yaxşıdır. Burada biraz yavaş getmək yaxşıdır. Bax, həm sağımdan keçirlər, həm solumdan sağa keçirlər. Çıxıb sürmək istəmir. Gəlib gərək ki, burada gözləsinlər. Oran valla keçməyə axot yoxdur deyə məcbur burada gəlməcəm. Buradan düz getmək olmaz. 2 dənə də polis dayanıb orada. Mən də gərək gedim, elitdən fırlanım gəlim. Elə ondan sonra motosikletlə düşdüm. Piyada keçidindən keçdim əlimlə. Burada iş yerləri, yaşayış falan çoxdur deyə. Burada piyada keçidləri demək olar ki, həmişə işlək olur. Amma sən görürsən qabaqdan da keçirlər. Məncə burada piyada keçid də çoxdur. Gün orta və yaxud da ki, axşam iş çıxışlarında yəni inanılmaz ehtiyatlı olmaq lazımdır. Yəni bir anda eləsi var ki, gözləyir, baxır çıxır, eləsi var ki, baxmır çıxır. Ona görə yenə də bura hər dəfə gəldim piyada keçidində yavaşlayıb, hətta sağa sola baxıb sonra keçəsən. Tək burada yox, təbii ki, bütün piyada keçidlərində eyni qayda keçərlidir. Biraz sağı boşaldaq. Sağı boşaldaq, mən keçim. Sağı biraz boş hesab qoysaydılar, mən çoxdan keçmişdim. Birinin keçək olmasa. Keç sola da. Nə olaraq, keç sola. Sokaklar pistir, sokak acımaz. Avtobus öz zolağı ilə getmir, mən avtobus zolağı ilə gedirəm. Bir bloklu bina. Biz qabağa keçək. Belə dostlar, gedirəm Starexə, karqom gəlib. Daha doğrusu mənim karqom deyil, bir dostumun adına sifariş vermişəm. Sifariş də nə sifarişdir? Bu mənim işlətdiyim çanta var, kuryer üçün. Mən bu çantanı Amerikadan sifariş vermişəm, Amazondan. Artıq 2 il ərzində bu yaxınlarda bir dənə də sifariş verdim, köhnəlmişdi deyə. Yəni 2 ildir ki, bu çantanı istifadə edirəm də. Köhnəldikcə də təzəsini alıram. Məndə də gördükcə uşaqlar istəyirlər, dostlarınız istəyir ki, mənə də sifariş elə. Bir neçə nəfərə vermişəm. İndi bir nəfər də dostum var, onun üçün də Baba da adı. Baba üçün də sifariş vermişəm, gəlib. İndi gedirəm onu götürüm. Çox rahat sumkadır. Mən bu sumkanı YouTube-da bir bloger var idi, mənim kimi o da kuryer deyir və vloqlar falan çəkir. Mən onun videosunda görmüşdüm bu sumkanı. Xoşuma gəlmişdi və sifariş vermişdim. Yəni termoçantadır. Yemək çatdırılmasına tam uyğundur yəni. Bu çatdırılma şirkətlərinin çantaların yəqin ki görmüsünüz. Normalda böyük olur da, belə kubik formasında olur. Mən özüm də əvvəl işlətmişəm də o sumkalardan. Olduqca narahatdır. Həm narahatdır, həm külək vuranda, küləkli havalarda çətindir onu beldə saxlamaq. Məsələn görürsüz, belə bir sumka, qardaş getdiyi. Çatdırılma şirkətlərin böyük əksəriyyəti o cür formada, hamısı sadəcə üstündə adları fərqli olur da. Yəni demək olar ki, 90% eyni formada olur çantalar. Hətta günü-gündən də böyüdürlər o çantanı da ayda balacalaşdırmaqdan. Amma siz şirkətin verdiyi çantanı işlətməsəz, öz çantanızı işlətsəz, istədiyiniz formada, ölçüdə çantalar var satışda. Oradan döndür bu. Bunlar saxlamış. Temuda falan məsləhət görmürəm, çünki mən çox adam mənə deyir ki, bəs bu eynisi bunun Temuda da var. Mən açıq məsləhət görmürəm. Amerikadan sifariş verirəm, keyfiyyəti də yaxşıdır. Yəni 2 ilə yaxın işlətmək olar rahat ki, bu da az bir vaxt deyil yəni. Kuryer çünki gündəlik o sumkanı işlədir deyə normal çantadan yəni daha tez köhnəlir də kuryer çantası. İndi gedirəm babanın çantasını götürüm. Baba da gördü, dedi birində mənə sifariş elə. Maşallah tez gəldi amma, yəni elə gözlədiyim qədər gec gəlmədi. Normalda Amerikada gələndə ortalama 20 günə falan gəlir. Amma istəyirsən 10 gün mü, bəlkə də bir həftə falan çəkdi bəlkə də gəlməyi. Sarı ton üstə dayanmayaq. Ümumiyyətlə kuryer iş elə işdir ki, bütün günü hərəkətdəsən və hərəkətdə olduğuna görə də adi taxtığın papağından tutsun,
adi geyindiyin paltarından tut, geyindiyin sumkadan tut, hər şeyin rahat olmalıdır. Yəni səni bir şey narahat edirsə, o artıq bir yerdən sonra çox əziyyət verir adama. Sumka da elədir. Yəni sumka rahat olmalıdır. Kuryer sumkası. Baba qədrimi qılaq. Basaya görə bu cür tıxaca gəldim düşdüm. Normalda tıxaclarda xoşlamıram şəhərə düşmək. Özü cümə gününün tıxacıdır. Olacaq solla get. Gedək burada solda dayanaq. Satdım Starex'ə. Birək sifarişimizi götürək, çıxaq. Burada da 28 may küçəsindədir. İndi burada saxlayıb piyada gedib götürəcəm. Sokaklar pisdir, sokak acıma. Gəldik, çatdıq. Saat da 3-ün yarısı düşür. 3-ə qalıb, daha doğrusu 3-ə işləyib. İnşallah ABD çıxmazlar. Baxaq görək, ABD deyirlər. Salam aleyküm. Bir dənə kod deyim də sənə. 3460 müəyyən. Hə, balansda biraz pul var, oradan çıx. Qalanını da mən kartla ödəyim. Götürdük sumkanı və belə bir şeydir. Eyni məndəki sumkadandır. Rəngini qara istəmişdik. Göy var idi, qara var idi. Qara istədi, qara verdim. Məncə də qara yaxşıdır. Çünki kuryer sumkası istəsəmə çirk tutacaq. Qarada çox bilinmir də çirk. Bu belinə zadına taxılan şeylərdir. Nəysə gedəyim özünə aparam indi. Bir də özün yanında da açaram. Siz də baxarsınız. Qorxdum ki birdən fasiləyə düşərəm. ABD vaxtına düşərəm. O da 14:30-da başlayırmış ABD vaxtı. Hadisə 7-8 dəqiqə də gec gəlsəm ABD düşürdüm. Onu verək babaya. Ondan sonra da baxaq görək nə edirik. Yağla bilsin ABD getdim. Normalda saat 4-də falan gedirəm. Baxır da vəziyyətə. Baba özü restoran kuryeridir. Proqramla işləmir də, yəni Voltla falan işləmir. Ona görə özü orada velosipedlə deyir gündəlik maaşa. O da Ağşəhərdə işləyirdi ya. Ağşəhərdən də Xətai metrosu ilə çıxır gedir. Ona görə bilirəm ki, o gəlib oradan şəhərdən götürməyə onun üçün çətin olacaq. Ona görə dedim özüm aparım verim. Bir də əziyyət çəkib gəlməsin. Bəlkə də ABD tez eləyib, evə gedib axşam tıxacında velosipedlə işləyə bilərəm. Görək baba buradadır, yoxsa ABD-dir? ABD eləyirlər çox vaxt. Baba buradadır. Salam aleyküm. Baba oradadır. Baba! Heç nəsə, gəl sən sifarişim gəlib, onu verim. Hə. Niyə ki? Yox da, o elə olur da. Bir dəfə cavab verəndə həmişə soruşacaqsan. Bura bax, sənə neçə gün qabaq sifariş vermişdik? Normal gəlib onda. Mən görə bildim, lap gedəcək. 16-17 gün əzada gəlib də, nəsə elə bir şey. İstəyirsən evdə aç, istəyirsən şeylə, yəni nəsə lap evdə də açsın. Yox, bu açım yoxdur, indi bezdim ki, ağırdır əslində. Mən işte can da elə bayaqki yerə, kölgəyə. Əslində bunun içində şeylər çoxdur. Yoxsa heç inanmıram ki, sən mənim kimi elə gəldi ki, işlədməyəcəksən. Məsələn, bunların heç işlədən döyürsən. Bu ortasından qoyurlar ki, məsələn, lotdakı kimi alta bir yemək, üstə bir yemək qoyulsun. Belə atarsan evə, heç inanmıram lazım olsun. Lot lazım olsa nə vaxtsa işlədərsən. Bu şeydir, bu orta üçündür, ortaya belə qoyursan. Alta bir yemək, üstə bir yemək, amma ehtiyac yoxdur buna. Hara yapışır bəs, böyle ortada qalır özü? Ya odur, ya budur, bilmirəm. Onu baxarsan özün evdə. Bu şeydən yapışır da, bu qıraq yerindən yapışır. Yəqin ki, mən deyim hansıdır bu. Budur. Hə, bildim. Hə. Buna altına sapırıq. Mən bir dənəsini elə işlətmişəm, şeyin, taxtaların. Deyəsən, səndə başqa çıxmadı taxta. Onda öyle bir dənə olur yani. Onu da böyle arkasına koyursan. Bu arkasındaki müstak olsun, onu heç vaxt çıxartma. Bu həmişə qalsın burada. Belə bura mən məsələn nəsə sənəd mənəd zad olanda, ya nə bilim, şey olanda əzilməsin deyə bura qoyuram. Belə işlədilən şeydir yəni, zamaq gör. Başqa da ki, yəni, hə, bir də altına var, bu da altınadır.
O belə. Ki subsat şeylərində olmaz. Prosta bunu mən bir dəfə işlətdim. O day da pis günə qoyur. O day da sub və zadı varsa sən day da dağıdır. O heç vaxt belə dik dayanmır da, çünki sən gedəndə bax. Məsələn, bunu beливə taxdın. Beливə taxan kimi bax belə eləyəcək bu. O belə eləyəcək. Çünki nə demək istəyirəm. O aşmayacaqsa da vapşa aşacaq. Amma bu olmayanda, məsələn, nəsə subsat qoyanda bu sub belə içinə belə Aşağı. şey olur, aşmır. İndi olsa voltda işləmirsən, maqnonsuz zadı izah eləməyə ehtiyac yoxdur. İç suları zadı məsələn bura qoyursan, 4 dənə su yeri var. Öz suyu bu da məsələn də indi işlətdiyin su olarsa. Bura telefonumu zadı var, nə bilim kaşloku var, nə bilim. Çeklər satıyor. Nəysə hə, qoya bilərsən. Bu da ki heç nə pizzadır. Yəni içindəkilər. Bu birinci zamokdur. Əsas sənin işlətdiyin zamok budur. Hə, buranı məsəl üçün mən pizza zad qoyanda buradan açıb qoyuram da. Buradan pizza qoymaq olmur axı, çətindir. Belə qoyursan pizzanı və yeməyi. Heç ola bilər də ki, heç buranı sən işlətmədin, ancaq buranı işlətdin məsəl üçün. Sən necə iyiləşdirirsən? Yaxşı, sən necə aparırsan? Hə, pizzadakı bax burada görsən ikinci zamok yeri var. Altdan görsən ikinci zamoku var. Tutursan dartırsan qabağa. Belə. Oo, qəşəng. Yerə qoyun. Hə. O belə tam dartanda bura 35 sm, 36 sm kimi pizza yerləşir. Sonra da şimdi böyle bağlıyorsun. Hə, bunu belə bağlayanda da Sen Papa John's'un pizza, böyük pizzalarını bunun içine yerleştirebilirsen. hə. Ən böyük pizza Bakıda satışda olan ən böyük pizza 36 sm, 35 sm o da buna yerləşir. Yəni mən şeydə işləyəndə, Serbiyada işləyəndə orada 40 da var idi, 45 də var idi, yerləşmirdi. Amma Bakıda o boyda mən pizza görməmişəm heç vaxt. Hə, yəni Aslında bezmişim. yəni voltdan heç bir fərqi yoxdur da şeydə. İçinin həcmi olaraq. Uzağı voltun sumkasını götürdüyünün 80-90%-ni bu da götürür. Buna bax. Bu hardan bulaşdı bax bilmirsən. Əsas kameram budur. Davay. İşlədəndən sonra bir 3-4 gün sonra mənə yaz ki necədir, rahatdır, çətindir.